Azad Bəkirli 27 sentyabr 1992-ci ildə Bakı şəhəri Nərimanov rayonunda anadan olub, orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil alıb, hərbi xidmətini bitirdikdən sonra Bakı metropolitenində və Sokar Polimer şirkətində çalışıb. Tovuz döyüşlərindən sonra könüllü şəkildə qeydiyyata yazılan Azad Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində orduya qoşulmuş, Cəbrayıl və Füzuli rayonları uğrunda gedən döyüşlər şücaət göstərmişdi. Oktyabrın 20-sində Füzulidə şəhid olub. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Azad Bəkirli ölümündən sonra Vətən uğrunda Xocavəndin azad olunmasına görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.